Nodulyar dermatit təsərrüfat sahiblərini narahat edən əsas problemlərdən biridir. İsti ayların gəlişi ilə iri buynuzlu heyvanların nodulyar dermatit xəstəliyi gündəmə gəlir. Heyvanlar bu virusa içməli su, süd, yem, şpris vasitəsi və ya qansoran həşəratların dişləməsi ilə yoluxa bilər. Xəstəlik özünü ilk növbədə yüksək hərarət, iştahsızlıq, gözlərin sulanması və burun axıntısı ilə biruzə verir. Xəstəliyə yoluxan heyvanların dərisində 1-5 sm ölçüdə yumru düyünlər də meydana gəlir ki, bu da onların sağlamlığına və məhsuldarlığına ciddi təsir göstərir. Yaralar ağrılı olur və dərini yararsız hala salır. Nadir hallarda boğaz heyvanlarda bala salma da müşahidə oluna bilir. Nodulyar dermatitin xüsusi müalicəsi yoxdur, amma simptomları yüngülləşdirmək mümkündür. Buna görə də təsərrüfat sahibləri qabaqlayıcı tədbirlər görməlidirlər. Təsərrüfatlarda baytarlıq sanitariya tədbirləri gücləndirilməli, peyvəndlənmə aparılmalıdır. Unutmaq olmaz ki, xəstəliyin qarşısını almağın ən yaxşı yolu vaxtında görülən profilaktik tədbirlərdir.